Artımların daha çox olması üçün videonu bəyənməyi unutma, kanala abunə ol, videonu axıra kimi izlə ki, pensiya və sosial artımlarla bağlı bütün yeniliklərdən vaxtında xəbərin olsun. 20 manat sosial pensiya bu qədər artdı, rəqəm dəyişdi, həyat dəyişdimi? Sosial pensiyanın artırılması ilə bağlı verilən qərar yenə də cəmiyyətdə ikili reaksiya doğurdu. Kağız üzərində artım var, rəqəmlər böyüyüb. Amma əsas sual hələ də açıq qalır. Bu artım sosial pensiya alan insanların real həyatında nəyi dəyişdi? Bugün bazara çıxan hər kəs görür ki, qiymətlər durmadan artır. Ərzaq, dərman, kommunal xərclər, nəqliyyat hamısı sosial pensiya alan bir insanın belinə düşən əsas yükdür. Belə bir şəraitdə 220 manatlıq sosial pensiya artım olsa belə, sadəcə yaşamaq üçün yox, ayı birtəhər başa vurmaq üçün kifayət edir. Bu isə sosial təminat anlayışının öz mahiyyətinə ziddir. Onların alternativ gəlir mənbəyi yoxdur. Deməli, bu məbləğ onların tək dayaq nöqtəsidir. Belə olan halda sosial pensiya sadəcə simvolik artımlarla yox, real yaşayış minimumuna uyğun şəkildə müəyyən olunmalıdır. Digər tərəfdən, hər artım dövlət vətəndaşı unutmadı kimi təqdim olunur. Amma vətəndaşın əsas gözləntisi unudulmamaq yox, ləyaqətli yaşamaqdır. Sosial siyasətin məqsədi də məhz budur. Əgər artım bazardakı qiymət artımını üstələmirsə, bu sadəcə statistika üçün gözəl görünən rəqəmdir. Nəticə olaraq demək olar ki, sosial pensiyanın artırılması müsbət addımdır, amma yetərli deyil. Cəmiyyət birdəfəlik və daha cəsarətli qərarlar gözləyir. Çünki 220 manatlıq sosial pensiya ilə insan gələcəyini yox, yalnız sabahını düşünür. Bugün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuata açıqlamasında bildirib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər. Bununla bağlı nazir onu da əlavə edib ki, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır. Modern Azın məlumatına görə iqtisadçı Qubad İbadoğlu bildirib ki, PSK-dan gözlənilən rəqəm illik inflyasiya göstəricisidir. Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3% olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 2,5%-dən çox olmayacaq. Belə olan halda da pensiyalar ötən ilin inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək. İbadoğlu deyib ki, pensiyası 130 manat olanlar üçün 3 manat 25 qəpik, 150 manat olanlar üçün artım 3 manat 75 qəpik, 180 manat olanlar üçün artım 4 manat 50 qəpik, 200 manat olanlar üçün artım 5 manat, 220 manat olanlar üçün artım 5 manat 50 qəpik, 250 manat olanlar üçün artım 6 manat 25 qəpik artım gözlənilir. Məlumat üçün qeyd edim ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir. Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub. Bugün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin açıqlaması bir daha göstərdi ki, pensiya artımları real ehtiyaclardan çox statistik rəqəmlərə bağlanır. Nazirin sözlərinə görə, pensiyaçılar artımları gələn aydan alacaqlar, lakin bunun üçün Dövlət Statistika Komitəsinin təqdim edəcəyi göstəricilər gözlənilir. Yəni pensiya alan vətəndaşın gündəlik xərcləri yox, kağız üzərindəki inflyasiya əsas götürülür. İqtisadçı Qubad İbadoğlu'nun açıqladığı rəqəmlər isə vəziyyətin nə qədər acınacaqlı olduğunu açıq şəkildə ortaya qoyur. İllik inflyasiya 2,3-2,5% civarında hesablandığı üçün pensiyalara ediləcək artım cəmi bir neçə manatla məhdudlaşır. Məsələn, 220 manat pensiya alan bir şəxs üçün artım cəmi 5 manat 50 qəpik təşkil edəcək. Bu məbləğ bugün bir neçə günün çörək xərcini belə güclə qarşılayır. Burada əsas problem ondan ibarətdir ki, rəsmi inflyasiya ilə vətəndaşın hiss etdiyi real inflyasiya arasında ciddi fərq var. Bazarda ərzaq, dərman və kommunal xərclər il ərzində dəfələrlə bahalaşdığı halda, pensiya artımı 2-3%-ə məhdudlaşdırılır. Bu isə pensiyaların qorunması yox, əslində onların alıcılıq qabiliyyətinin azalması deməkdir. Digər tərəfdən, 2019-cu ildə orta aylıq pensiyanın 240 manat olacağı ilə bağlı gözləntilər də reallıqla üst-üstə düşmür. Müqayisə üçün, qonşu və region ölkələrində pensiyalar dollar ifadəsində xeyli yüksəkdir. Azərbaycanda orta pensiya 141 dollar olduğu halda, Qazaxıstanda bu rəqəm 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar səviyyəsindədir. Bu fərq təkcə iqtisadi imkanlarla yox, sosial siyasətə yanaşma ilə də bağlıdır.